Valideynlərim məni həmişə Abayat deyə çağırıblar. Deyirdilər ki, bu nənəmin adıdır. Amma mən adımdan utanırdım. Məktəbdə yazmağı öyrənəndə bildim ki, adım Abayat yox, Abu həyatdır. Sonra müəlliməm adımın mənasını izah elədi və mən adımı sevməyə başladım. Məktəbin mənə öyrətdiyi elə ilk şey də adım oldu. Yaxşı, sakit olun. Bura söhbət eləməyə gəlməmisiniz. Drakon. Hə? Amma sonra hər gün yeni şeylər öyrəndim. Dünən müəllimimlə ədalət haqqında danışdıq. Dedi ki, ədalətli insan həmişə özünə qarşı da ədalətli davranılacağına inanır. Mən həmişə ədalətli olacağam. Hər dəfə özümü zəif hiss eləyəndə də müəllimimin bu fikrinə sığınacağam. İndi də özümü zəif hiss eləyirəm. Abayt, dur qapını! Abayt! Abayt! Axşam Hüseyin. Sizlə bana şikayət var, ağsaqqal. Keçə bilərik. Bu qız hələ uşaqdır. Ona ərə vermək istəyirlər. Həyat, narahat olma. Mən də buradayam.